Abşeron rayon Məhəmmədli qəsəbəsində arxamda gördüyünüz bu ərazi bir zamanlar göl olmuştur. Gölün torpaqlayaraq hal-hazırda sürətli şəkildə bir neçə yaşayış üçün mənzillər tikilir. Təəssüflər olsun ki, tikintini aparan sahibi ilə görüşmək istəsək də, təəssüflər olsun ki, bizim hər hansı bir verəcəyimiz sualat cavablandırmadı. Və qeyd etdik ki, heç olmasa torpağın sənədi və yaxud da tikili haqqında bir məlumat versin. Bu barədə də bizi heç bir məlumatlandırmadı və belə desək ki, telefon danışıqlarımızı yarımçıq saxlayaraq xitam verdi. Amma onu da qeyd edeyim ki, bu ərazidə müşahidə etdiyimiz zaman diqqət çəkdi ki, nə su, nə qaz, nə işıq, heç bir bu işlər görülməyibdi. Buna baxmayaraq tikinti sürətlə davam edir.